Yallah, gördüyünüz bu kitabxana vaxtilə Əbdülmüttəlib ailəsinə məxsus bir ev olmuşdu. Məkkədə olanlar xatırlayırlar ki, Kəbədə Səfa dağının yaxınlığında hal-hazırda kitabxana kimi fəaliyyət göstərən bu məkan bir zamanlar əsrlər boyu müsəlmanlar üçün müqəddəs ziyarətgah olmuşdu. Hazırda kitabxana kimi fəaliyyət göstərən bu yer vaxtilə Peyğəmbərimizin doğulduğu ev olmuşdu. Peyğəmbərimiz hicrətdən 53 il əvvəl miladi 570-ci ildə Məkkədə dünyaya gəldi. Bu il tarixdə fil ili kimi tanınır. Məşhur mənbələr yazır ki, o atası Abdullahın evində dünyaya gəldi və həmin o ev Kəbəyə yaxın bir məhəllədə Əbdülmüttəlib ailəsinə məxsus idi. Tarix yazır ki, babası Əbdülmüttəlib bu evə gəlib onu qucağına almış və adını da burada Məhəmməd qoymuşdu. Tarixi mənbələr bildirir ki, həmin ev Məkkədə Səfa dağının yaxınlığında Şibhi Əbi Talib məhəlləsinə yaxın bir yerdə olmuşdu. Peyğəmbərimiz Mədinəyə hicrət etdikdən sonra bu ev Əbu Talibin oğlu Əqilin ixtiyarına keçdi və sonradan onun övladlarına miras qaldı. Peyğəmbərimiz illər sonra Məkkə fəthində bu evin yanından keçərkən dayanıb buyurmuşdu: Allah məni bu evdə dünyaya gətirdi və yetim olaraq buradan çıxarıb öz rəhməti ilə böyütdü. Tarixçilərə görə Peyğəmbərin doğum evi ilk əsrlərdən ziyarət yeri olmuşdu. İmam Səccəd əleyhissalam, İmam Baqir əleyhissalam və İmam Sadiq əleyhissalam Məkkəyə gəldikdə bu evi ziyarət edirdilər. İmam Sadiq əleyhissalam bu evdə nurlu bir ulduz doğdu demişdi. Bir müddət sonra Harunun arvadı Xəyrizan bu evi satın aldı. Əsrlər boyu müsəlmanlar bu evi böyük hörmətlə yad edirdilər və xüsusilə də Mövlud gecəsində burada xüsusi mərasimlər keçirilirdi. Bu ev tarixdə Mövlud-ün Nəbi evi adı ilə məşhur idi. Abbasilər dövründə, daha sonra isə Məmluk və Osmanlı dövrlərində qorunub saxlanılıb. 20-ci əsrdə Saudilər hakimiyyətə gələndə müqəddəs yerlərin çoxu dağıdıldı. Həmçinin Peyğəmbərin və ailəsinin evi də dağıdıldı. Lakin Məkkənin o vaxtki meri Şeyx Abbas Qətanın təşəbbüsü və onun Kral Əbdüləziz qarşısında xahişindən sonra həmin bu evin yerində Məkkə-i Mükarrəmə kitabxanası inşa edildi. Bu gün bu yer kitabxana olsa da, hələ də Peyğəmbərimizdən qalan bir nurun, bir xatirənin nəfəsidir. Allah bütün arzusunda olanlara bu məkanları ziyarət etməyi nəsib etsin.